siz qeyd edin. Bu xəstə qadın və uşaq nə məsələ idi burada? Ki 10 yaşlı uşaq idi, onun belində qamburu var idi, qaşı tökülmüşdü, bir də burnu falan çürüyürdü də bu uşağın xəstəliyi var idi. Kərbəlaya getmək istəyirlər müalicə olunmaq üçün, burnu çürüyürdü. Elxan da deyir, ondan sonra Elxan bunların hamısını bir-bir sıraya düzür, növbəyə düzür. Deyir, sən get görə, sən get. Müəllimə, sizcə bu xəstə uşaq həqiqətən xəstə olduğuna görə aparıldı, ya yoxsa burada siyasi məqsədlər var idi? Mən o xəstəliyin elə bir yoluxucu xəstəliyi idi. Elə yaymaq istəyirdilər də, siyasi məsələ var idi məncə. Ona görə də Elxan onları öldürmüşdü. Bəli. Uşaqların o Elxan soruşur ki, bəs İranda nə deyir, bəs orada həkim yoxdur ki, o da deyir ki, yoxdur. Bəli. Deməli, müharibə bölgəsi olduğuna görə insanların immunitetləri artıq aşağı düşmüşdü. Yəni xəstəlik orada tez bir zamanda yoluxa bilərdi. Əslində o xəstə uşaq, həmin uşaq, xəstə qadın məqsədli şəkildə, siyasi məqsədlərlə bəli, ora göndərilmişdi ki, əhali yoluxsun. Yəni əsas məqsəd bu idi, müəllimlər.